Belə bir şey var, oğlu yaxşıdır, anası pisdir. Qıza deyirlər ki, el qızıdır. Mənə sən mütləq şəkildə mənə mama deməlisən. Sən gəlinlərə çox üz verirsən. Əzilməyin deyə yetişdirdikləri qızların sabah ailəsində çox ciddi problemlər yaranır. Niyə ər çörəyi yemək istəmirsiniz? Niyə xanım olmaq istəmirsiniz? Necə ki, mən oğul böyütmüşəm, vermişəm, indi də o mənim qulluğumda dursun. Salam, YouTube kanalının izləyiciləri. Bu gün qonağım Tərlandır. Tərlan mənim üçün yalnız gəlin deyil, həm də dəyərli insandır, dostumdur, yoldaşımdır, yol yoldaşımdır əsasında. Bu mənim üçün çox dəyərlidir. Xoş gəlmisən Tərlan. Çox sağ ol, mən də salamlayıram hər kəsi. Səndən söhbət eləmək xoşdur. Onsuz da söhbətlərimiz həmişə belə axışda olur və bugün tamaşaçılar qarşısındayıq. Düşünürəm ki, faydalı bir söhbət olacaq. Məncə də. Bu gün biz əslində səndən çox aktual olan illərdir, yəni dünya yaranandan aktual olan gəlin qaynana münasibətini danışmaq istəyirik. Səncə mən necə qaynanayam? Ümumiyyətlə mən kimisə hansısa bir statusa, bir qəlibə salmağa tərəfdar deyiləm. Məsələn, necə qaynanadır sual verəndə bir çaşqınlıq yarandı məndə. Çünki o qaynana statusuna otuzdurmamışam da necə qaynanadır. Deyə bilərəm ki, sən mənim üçün bəzən elə hallar olur ki, özümlə bağlı hansısa bir həyəcanlı bir şeyi ilk paylaşmaq istədiyim adamsan. Sən mənim üçün gecə hansısa bir yuxu görüb həyəcanlananda onu durub ilk sənə anlatmaq istədiyim adamsan. Və hər zaman dəstəkləyici, arxamda duran, yəni qürurlanan, məndən fəxr eləyən biri olduğun üçün, yəni dəstəyin çox önəmlidir və varlığın. Təşəkkür edirəm. Gəlin deyə bilmirəm sənə. Yəni onu gəlin qəlibinə qoyub sanki o standartlara yerləşdirə bilmirəm səni. Sən mənim üçün yol yoldaşısan. Sən mənim üçün fəxrlədiyim bir insansan və əsas məsələdə biz axı oğlanlarımızı çox istəyirik. Mənim oğlumu xoşbəxt edən insansan. Və bu mənə çox yaxşı təsir edir. Çünki mən o uşağı böyütmüşəm, mənim yanımda müəyyən bir müddət yaşayıb. Ancaq onun bütün xoşbəxtliyi səninlədir. Və mən onu xoşbəxt görəndə, hər dəfə onun üzünü gülər görəndə, hər dəfə onu xoşbəxt görəndə içimdən səni belə bir qucaqlamaq keçir. Sənə təşəkkür eləmək keçir. Və uşaqlara da baxanda həmçinin. Məsələn, baxıram uşaqlarla məşğul olmağın, onlarla zaman keçirməyin, onlara sevgini göstərməyin. Çünki axı biz nəvələrimizi ən çox istəyirik. Biz istəyirik ki, onlar xoşbəxt olsun, istəyirik ki, onlar sağlam bir evdə böyüsünlər. Və sən onlara elədiyin üçün mən sənə izləyicilərimin qarşısında təşəkkür edirəm ki, doğrudan da yaxşı ki varsan. Yaxşı ki bizim ailəni seçib gəlmisən. Məsələn, sən indi bunun üçün təşəkkür edirsən, ancaq məncə düşünürəm ki, bəzi qaynanalar var ki, bunu mənasız, ehtiyac olmayan bir şey hesab edir ki, oğlumun pulunu dağıdır, nə var, nə ehtiyac var. Yəni yəqin ki, biz əslində eyni düşüncə tərzinə malik, eyni dəyərlərə sahib insanlarıq. Bizi əsas da məncə münasibətimizin uğurlu olmağının əsas səbəblərindən biri budur ki, məncə mən elə səni xatırladıram. Bəli. Çünki sən də uşaqlara qarşı bilirəm ki, yəni əmək vermisən, zaman vermisən, yəni onlarla çox məşğul olmusan uşaq vaxtlarında. Bax, indi burada belə bir sual çıxır ki, yəni bu tamaşaçılar üçün də, izləyicilər üçün də maraqlıdır ki, yəni nəyə görə gəlinlə qaynana yola getmir? Mən düşünürəm ki, ümumiyyətlə bu sualı çox düşünmüşəm. Niyə də? Bax, çünki ətrafımda həm gənc qızlar olsun, həm yaşlılarım olsun. Qaynana adı gələndə belə bir narahat, təhlükə hissiyatı yaranırdı onlarda. Bu sualı belə cavab tapmışam özümdə. Çünki insanlar, ümumiyyətlə qadınlar, qızlarımız ailə quranda beyinlərində bir çizdikləri, çəkdikləri, yaratdıqları qaynana obrazı var və o qaynana obrazı onlara analarının aşıladığı. Çünki bizim analarımızın o dövr
çətinliklərlə yaşayıblar, çətinliklər çəkiblər. Bəzən qaynana tərəfindən əziliblər, bəzən həyat yoldaşı tərəfindən əziliblər. Və elə bir övlad yetişdirməyə qərar veriblər ki, sən heç kimin qarşısında əzilmə, sən özünü əzdirmə, sən öz ayaqlarının üzərində dur. Sanki qızlarını savaşa hazırlayıblar. Və xanımlar da ailə quranda əllərində qalxan, qılınc elə bil ki, savaşa gedirlər. Bu düşüncə ilə başlayan münasibət, yəni zaten sən bunu öncədən yəni məğlubsan da, bu niyyətlə, bu düşüncə ilə sən bu ailənin içinə gəlin gedirsənsə, o qaynana necə olur olsun, nə edir eləsin, yəni heç vaxt sizdə münasibətlər uğurlu olmayacaq. Bir də mən də öz tərəfimdən demək istəyirəm ki, əslində yəni həm qaynana, həm gəlin bunu anlasa ki, gəlin qaynanaya özünü xatırladır, əksinə də ya da ki, qaynana da gəlin özünü xatırladır. Onda bu münasibət daha bir sakit keçəcək. Çünki indi mən sənə baxıram, məsələn, deyirəm ki, tarlam mənim gəncliyimi mənə xatırladır. Necə ki, mən uşaqları şahmata göndərirdim, onların rayonlara göndərdim, onlar şahmata gedirdilər, orada qalırdılar. Yəni, indi baxıram, sən də həmin şey edirsən. Uşaqları lagerə göndərirsən onlara, onlarla məşğul olursan. Yəni, mən səndə özümü görürəm. Sən də mənə baxırsan əslində, sən də məndə öz gələcəyini görürsən. Biz özümüz, sən gələcəyini, mən də keçmişimi qəbul eləsə, əgər ikimizdə ki, doğrudan da bu insan mənəm, sən də desən ki, bu insandan mənəm, onda münasibətlər çox rahat keçir. Ancaq sən deyirsən ki, yox, niyə bu belə rəftar elədi? Biz nə öyrənmişik? Bütün bu öyrəndiklərimizdən də bu həyatdan. Hər kəs bir-birini aynalayır. Mən tərlərin gözlərinin içinə baxıram. Kimi görürəm orada? Mən baxıram oradan baxan yeganəni görürəm. Tərlan da mənə baxır öz gözlərindən. Orada kimi görür? O da baxanda oradan Tərlanı görür. İndi bizim davamız nədir? Özümüzlə dava eləyirik. O gözlərdən baxan kimdir? Bunu ancaq sənin kimi fərqindəlikli biri deyə bilərdi. Ancaq indi bunu da etiraf eləməliyik ki, günümüzdə qaynanalar bu qədər fərqindəlikli deyil və gəlinlər də həmçinin. Ən azından indi cavanlar nəsə eşidir, öyrənməyə çalışır. Qaynanalarda bu çətinlik yaranır da. Belə bir misal çəkə bilərəm. Bu məsələ çox sevirəm. O bir məsəl var, deyir, gəlin qaynanasından şikayətçi olur. Gedir aptekə, əczaçıya gedir və deyir ki, mənə bir dərman ver, hansı ki, qaynanamı öldürümdə zəhərləsin, yavaş-yavaş öldürsün və əczaçı ona orada bildirir ki, tamam, mən sənə o dərmanı verəcəm, ancaq sənə gedirsən, bu dərmanı verəndə şübhələnməsin deyə ona xoş davranmağa başla. Dərmanı içsin və sən ondan xoş rəftar elə. Gəlin eyni şəkildə eləyir və hər gün ona xoş davrandıqca qaynanası da ona eyni şəkildə qarşılıq verməyə başlayır. Məsələ gəlir elə bir həddə çatır ki, gəlin sonunda qaynanasının əslində yaxşı bir insan olduğunu görür, onu sevməyə başlayır və gəlir əczaçıya deyir ki, mən neyniyim ki də istəmirəm o ölsün də, mən bir məsləhət ver. O da ona deyir ki, bu əslində o adi bir dərman idi da. Sadəcə sənin üçün bir burada nəsihət, bir burada öyrəti var idi ki, sən əslində öz baxış açını dəyişdiyin halda insanın münasibəti də sənə qarşı dəyişəcək. Yəni burada tək qaynananın üzərində, hər kəs öz üzərində çalışmalıdır da. Gəlin də ona bayaq dediyim kimi düşmən kimi, ona müharibəyə gedər kimi getməməlidir o evə. Hər iki tərəf humanistcə yanaşmalıdır, hər iki tərəf savaş olmamalıdır da. Bir şey ki, savaşla başlayırsan, bir şeydə ki, savaş var, bir şeydə ki, rəqabət var, bir şeydə ki, bir oğlu paylaşmırsan, orada xoş hal ola bilməz. Qaynanalara belə bir sual verirəm. Sən də nə vaxtsa kiminsə oğlundan evlənmisən? Sən də kiminsə nə vaxtsa deməli oğlunu əlindən almısan da o qaynananın. Bu düşüncə ilə çox razıyam. Çünki belə bir şey var. Oğlu yaxşıdır, oğlu yaxşıdır, anası pisdir. Yəni sənə bu oğlu verən, bu oğlu tərbiyələndirən, bugünkü var olmağında səbəbkar o insandır. Ən azından o qadına, o xanıma sevməyə bilərsən. Sadəcə onu sənə bəxş etdiyi üçün, onu sənə verdiyi üçün o sayğın, o hörmətin məcburi olmalıdır, yəni o sonsuz olmalıdır. Onu dərk etməlisən heç olmasa ki, bu insanı mən ona borcluyam. Bu insan yanımda olduğu, yəni bu insan yanımda varsa, deməli ki, bu ana bunu dünyaya gətirib deyə bu var. Yəni bir dünyaya gətirməyib, tərbiyə eləyib, yetişdirib, böyüdüb. Ona görə var. Yəni bir dənə bunu düşünsək ki, yəni bu gün mənim uşaqlarımın atası, bu gün mənim uşaqlarımın anası bu qadındırsa,
Yəni bunun üçün belə ona hörmət eləsək mənə gəlir ki, xoş olar. Həm də ona xoş olar. Bir də belə bir şey daha var ki, məsələn, qaynanalar görünmək istəyir. Evlənəndən sonra əsas da oğlanlar evlənəndən sonra sanki onlar elə gəlir ki, onlar ikinci plana keçdilər. Yəni o savaş var. Yəni bu gəlinlərdə də bu savaş var, amma qaynanalarda da bu savaş var. Məsələn, qıza deyirlər ki, el qızıdır. Mənə sən mütləq şəkildə mənə mama deməlisən. Sən mütləq sən anan kimi rəftar eləməlisən. Bax mən lap başdan dedim ki, gəlinlər, mənim 2 dənə gəlinim var bu arada. Gəlinlərin heç biri mənə mama demir. Mənə deyirlər yeganə xala. Və mənə bu çox xoşdur. Çünki mən onların anası deyiləm. Anası ola bilmərəm. Heç olma fikrim də yoxdur. Analarının yerini alma fikrim də yoxdur. Mən sadəcə olaraq onlara, yəni onların yoldaşlarının, ərlərinin anasıyam. Amma belə tam belə əminliklə deyə bilərəm ki, analarının olma fikrim də yoxdur. O yerə heç belə yəni istəyim də yoxdur. Ona görə deyirlər ki, sən məni anan kimi sev. Mən də səni qızım kimi sevirəm. Ego. Mən də deyirəm ki, Tərlana da deyirəm ki, Tərlanın dəfələrlə demişəm ki, mən sənin anan ola bilmərəm. Turani də demişəm, o birisi gəlinə də deyirəm ki, mən sənin yalnız qaynananam, bunda qaynana kimi görsən qaynananam, qaynana kimi görməsəniz də, yəni dostunam, yoldaşınam. Bir dənə bunu hər an xatırlayın ki, gəl mən sizin üçün nə eləyirəmsə, bunu sizin yaxşılığınız üçün eləyirəm. Ancaq seçim də sizindir. Qəbul da eləyə bilərsiniz, eləməyə bilərsiniz. Bir dənə şeydə mövzuya da toxunmaq istəyirəm. Yəni burdan baxanda kənardan görsənə bilər ki, məsələn, nə var belə qaynana gəlin münasibətinə, hər ikisi fərqindəliyi olan, hər ikisi özünü inkişaf etdirmiş şəxslərdir və çox şey fərqindədirlər. Ancaq biz demək olar ki, 13 ildir, 12 il, 13 ildir bu ailənin içindəyəm. Bizim də problemlərimiz olub, biz də nələrdənsə keçmişik. Mən evlənəndə yaşım elə də çox deyildi, yəni bu qədər fərqindəliyim yox idi və çox şeyin fərqində deyildim. Bu mövzuda da ailələrin dəstəyi düşünürəm çox önəmlidir. Problem yarananda, məsəl üçün qız anası, qız atası, qızın valideynləri necə dəstəkləyir, necə məsləhət görür, necə yön verir. Mən düşünürəm ki, o problem anlarında, kritik anlarında mənim ailəmin dəstəyi, düzgün yönləndirir. Çünki orada sən bir sözə bəndsən. Bəli. O sənə desə ki, hə, mənim qızımı heç kim incidə bilməz. Ümumiyyətlə o kimdir ki, sizin ailəyə müdaxilə eləyir. O da birini desə, bu da birin. Yəni sən də deyəcəksən, hə, ümumiyyətlə yəni çox ailə dağılmaqlarının səbəbi budur. Ancaq mənə həmişə valideynlərim səbirli ol, hər şeyin vaxtı var, zamanı yetişəcək, düzələcək. Özlərindən, öz timsallarından misal çəkərək, nə bilim, öz valideynlərindən, bax o da dözüb, bax indi görsən yaxşıdır falan. O cür sakitləşdirərək, yəni münasibətlər, ailələrin də doğru dəstəyi çox vacibdir. O şəkildə, yəni həmin dönəmdən sən çıxırsan, yəni heç nə bugün göründüyü kimi asan olmayıb da. Yəni düşünməsinlər ki, nə var, şanslıdır. O şanslıdırın arxasında bilmirsən də nələrdən keçirib. Önəmli olan o situasiyanın, o problemin içindən necə çıxdığın, ona necə baxış açısı, necə sən idarə eləyirsən o problemi. Bir də bir şey daha burada var. Məsələn, təzə evlənəndə, indi aramızda nəsə bir söhbət olanda həmişə Səməd mənə deyirdi ki, oğlum, elə bil sən deyir Tərlanın anasısan, mənim də qaynanamsan da, elə rəftar edirsən. Çünki bax bu gəlin gəlib evə. Bu gəlin 25-26 yaşında. Hansısa bir dövrdə bu evdə yaşayıb, öz evində yaşayıb. Və bunların evlərində hər zaman çaşkanı qoyublar bir yerə. İndi gəliblər mənim evimə. Bu istədiyimiz bu çaşka, bu su indi bu başqa yerdə durub. Və sən buna deyirsən ki, sən 25 illik, hansısa bir illik elədiyin bu refleks hadisəni mənə uyğun elə. Bax mən sizə belə bir sual verirəm. Həyatınızda nəyi dəyişdirə bilirsiniz? Yəni yatdığınız yataqda belə. Bir gün hər dəfə sağda yatırsınızsa, bu gün solda yatın. Görməli yata bilirsinizmi? Hər gün eyni yolu gedirsiniz. Yolunuzu dəyişdirin, başqa yoldan gedin. Hələ görüm gedə bilirsinizmi? Hər gün qapıdan çıxanda eyni hərəkətləri eləyirsiniz. Açarı qoyursunuz eyni cibinizə, sumkanızın eyni tərəfinə qoyursunuz. Bu gün fərqli bir hərəkət edin. Görmə eləyə bilirsinizmi? Amma siz deyirsiniz ki, bu gəlin 25 ildə bir evdə yaşayıb, bunun gördüyü, bunun hərəkətlər gördüyü, bunu həmişə belə eləyib. İndi gəlsin bir həftənin içində mən dediyimi eləsin. Buna zaman verin. Anlamağa çalışın. Çünki yəni
doğrudan da bir icazə verin, bu gəlin uyğunlaşsın. O qabın yerini öyrənsin. Amma siz deyirsiniz ki, yox, mən deyirəm bu qab burada olmalıdır, deməli burada olmalıdır. Niyə bizə deyirlər ki, Rəbbini bilən özünü bilər? İnsan özünü tanıdıqca, özünü anladıqca başa düşür. Bundan əlavə də sən özünü bu münasibətdə onun yerinə qoy. Empati qur. İnsan onun qarşısına ki, onun yerinə qoyanda ona da daha qarşı anlayışlı olur. Və məsələn mənə deyirlər ki, mən gəlin qaynana statusundayam və deyirlər ki, sən gəlinlərə çox üz verirsən. Sən gəlinlərə çox onlara üz verirsən, çox onların nazla oynayırsan da, belə deyirlər. Və mən baxırdım, görsən deyirdim, necə nazla oynamaq nə deməkdir? Mən onun nazla oynamaq kimi yox, ona qarşı anlayışlı olmaq. Məsələn, əgər birində bir xəstəlirsə, bir narahat olsa, yəni deyirdim ki, buna qulluq eləyim, sağalsın da. Axı mən gəlini, oğlumu, nəvəmi sevirəm axı. Əgər mən bunu sevirəmsə, mən gəlinimi də sevim ki, o gəlini də onlara sabah sağlam şəkildə qulluq eləsin. Biz bütün həyatımız boyu nələrsə dəyişdirməyə çalışırıq, kimlərsə dəyişdirməyə çalışırıq. Ancaq mən bir dənə sizə sual verim. Özünüzdə nələr dəyişdirə bilirsiniz? Özünüzdə hansı xarakterik özəllikləri dəyişdirmisiniz indiyə qədər? Özünü dəyişmək bizdə necə bir şeydir? Özünü dəyişmək, özünü özündən doğmaq deməkdir. Bütün qadınlar bilir, doğum sancısının necə çətin, necə ağırlı bir proses olduğunu. Və kişilərə 5 dəqiqə o sancını verirlər ki, ona 5 dəqiqə dayana bilmir. Ancaq sizin dəyişiminiz insanın dəyişimi, özünü özündən doğmaq deməkdir. Və Tarlan Doktor bir şey vurğuladı ki, biz də belə keçməmişik. Biz də bu gün danışırıq da belə olmamışıq. Doğrudan da hər birimiz özümüzü özümüzdən doğmuşuq. Və o qədər bu sancılı bir doğumdur ki, sən deyirsən ki, yəni bu bitəcəkmi görəsən bu acı? Bu problemlərdə mən Yegan xalanın hansısa xarakterin dəyişim və yaxud da o Tərlan dəyişim kimi nəticəyə gəlməmişik. Biz hər ikimiz çəkilib öz üzərimizdə çalışmışıq və insan özünü dəyişməyə başlayanda, yəni ətrafdakı münasibətlər, qaynana olsun, ata-ana olsun, həyat yoldaşı olsun, iş yoldaşı, qonşu, hamısı sənin içində özünlə olan münasibəti sənə yansıdır. Bugün bizim sizlə uğurlu münasibətimiz varsa, demək ki, mənim içimdə özümlə barışdayam, özümlə balans içərisindəyəm, özümlə harmoniyadayam ki, bu mənim ətrafdakı insanlarla münasibətimə yansıyır. Yəni mən məsləhət verəndə də o cavan yaşlı qızlara falan filan kəs belə elədi, o belə elədi. Yəni ancaq kimlə sən məsələ həll eləməyə çalışır? Deyirəm, onları qoyun kənara, özünə dön. Sən niyə bu münasibəti özünə layiq bilirsən? Niyə bu münasibətdəsən? O sənə nə demək istəyir? Onu içimizdə çözəndən sonra ətrafdakı insanlar izlədiyimiz mənzərə necə dəyişir, necə fərqli bir şəkil almağa başlayır. Bir də burada bir şey xatırladım. Bu mövzuda danışmaq istəyirəm. Bir-birimizə sözümüzü deyə bilmək. Bu, bax, əvvəl o sözü bir hadisə baş verir və sən deyə bilərsən ki, Tərlan, sənin bugün bu koftan çox da xoşuma gəlmədi. Bəlkə bunu dəyişdirəsən, amma demirsən, saxlayırsan. Sabahsı günü o balaca bir söz idi, adi bir söz idi məsələn. O yara bağlayır orada, deyə bilmədin axı. Sonra səhərsi gün bir başqa bir şey. Əslində onun kökü birinci deyilən söz idi. Amma demədiyin üçün fərqli-fərqli yerlərdən, fərqli-fərqli hallardan yığışır və çiban əmələ gəlir. Böyük, o balaca bir cızıqdan balaca bir şey yaralanmış. Oradan bir çiban əmələ gəlir. Sonra o çiban nə edir? Deyirsən ki, Tərlan, ayağını geri tək, ayağın yanacaq. Tərlan partlayır. O çiban partlayır. Əslində deyiləcək, o bu koftan xoşuma gəlmədi. Bəlkə dəyişdirəsən, həmin gün desəydin, orada çiban yaranmayacaqdı. Və bunu da dava ilə, şava ilə deyil. Sadəcə də oturub danışmaq, söhbət eləmək. Qarşıdakı adamlar empati qrup ki, ola bilər sənə xoşdur, ola bilər sən bəlkə görmürsən, amma mən elə gəlir ki, bu kofta sənə də çox da yaraşmadı. Bəlkə dəyişdirəsən. Yenə də seçim sənindir, özün bilərsən. Mənim tərəfimdən belə görsənir. Ümumiyyətlə, mən ailə quranda 24 yaşım var da, indiki cavanlar üçün bu çox erkən yaş sayılır. Düşünürəm ki, yetişdirilmə şərtləri mən ümumiyyətlə elə tərbiyə almışam, elə böyümüşəm ki, hər zaman itaət edə bilən, susmağı öyrədilmişəm, susmağı bacaran, yer gələndə altdan alan. Bir vaxtlar bu məndə üsyan yaratmışdı ki, niyə mən belə böyümüşəm də, niyə mən sözümü ifadə edə bilmirəm, niyə deyə bilmirəm? Yəni sizin dediyiniz bəzən o inciklik olan anlardakı niyə mən özümü ifadə etmirəm, o boğazımda düyümlənir, boğazım ağrıyır, xəstələnirəm.
İndi onu belə izah edə bilərdim. Bəlkə də mən onda özümü ifadə etsəydim, heç doğru ifadə etməyəcəydim. Daha qırıcı olacaqdım, düzgün kəlmələr istifadə etməyəcəydim. Əslində elə bəlkə o vaxt susmalıydım. Amma indi düşünürəm ki, özümü doğru ifadə etməyi öyrənmişəm və həqiqətən də o aramızda nəsə olanda onu çox sakitliklə, yəni ifadə etməli istədiyim şeyi çox rahat ifadə edə bilirəm və heç bir tərəf də bundan incimir. Əksinə çox normal, yaxşı qarşılayır və özünə düşən payı götürür. Çünki niyə? Çünki o balaca bir yara var idi. O yara həmin anda üstünə krem vurdun, sağaldı. Onun çibana dönməyə qoymadın. Demək istədiyim burada da ailələrə məsləhətim odur ki, yəni o incə balansı tutmaq lazımdır. Yəni qızlarımıza, xanımlarımıza öyrədirsiniz, özünü müdafiə elə, özünü əzdirmə, öz sözünü de. Yəni burada da əksinə siz iki qütb yaranır da. O əzilmiş analar əzilməyin deyə yetişdirdikləri qızların sabah ailəsində çox ciddi problemlər yaranır. Heç bir şeyə təhammülü olmayan, heç bir şeyə dözməyən, ən kiçik problemdə üsyan eləyən, ayrılmağı gözə alan, yəni bugünkü ayrılıqlar niyə bu qədər artıb, niyə səbəbi nədir? Çünki insanlar heç nəyə dözmək istəmir, insanları heç nəyə altdan almaq istəmir. Bu məni narahat edən əsas mövzu budur. Yəni düşünürəm ki, nəyisə altdan da almaq olar. Yeri gələndə nədənsə ödünü də vermək olar. Bu yəni öz dəyər anlayışını yanlış aşılayırıq xanımlara. Sən özünə dəyər verirsən, sən özünü heç kimə əzdirməməlisən. Yeri gələndə sən boyun dəyməlisən. Yeri gələndə sən kimisə qarşısında yoldaşının, nə bilim, böyüyünün qarşısında əyilməyi də bacarmalısan ki, bu sabah sənin sabahki zəfərin əslində təməlidir. O itaət etməyi bacarmaq. Və niyə qadına deyirlər su kimi ol? Qadını niyə suya bənzədirlər? Çünki su hər bardağa girəndə, hər stəkana girəndə onun formasını alır. Və niyə deyirlər su kimi ol? Su nədir? İstədiyi yerdən yol tapır, keçir. Dağların arxasından keçir, dərələrdən keçir. Və keçə bilməyəndə damla o qayanı əridir. O demək, o güclü deyil. Su dünyada ən güclü varlıqdır deyim sizə, ən güclü bir şeydir ki, yəni hər şeyi özünə tabe eləyir və qadını da suya bənzədirlər. Bunu davayla yox, bunu çılğın-çılğın yox, yavaş-yavaş deyə-deyə. Bu bizə elə gəlir ki, bəzən kişinin qarşısında əyilmək, onun qabağında sözünü deməmək bu qadını zəif göstərir. Yox. Deyir ki, sən nə qədər Allah nə deyir, sən nə qədər mənim başımda əyilsən, mən sənə o qədər başını eləyəcəm. İtaət et, qurtul. Və sən nə qədər onun önündə sən haqlısan desən, onun o kişilik qürurunu, kişilik egosunu deyim, tatmin eləsən, o səni o qədər yüksəldəcək. Çox qəribə bir təzaddır. Nə qədər itaət edirsən, ikisində o qədər yüksəlirsən. Elif kimi deyir, nə qədər başını aşağı əysən deyir, nə qədər sən deyir mənim önümdə əyilsən, Allah deyir mən sən o qədər başını yüksəldəcəm. Ona görə qızlarımıza, qadınlarımıza başını dik tut deyil, əyil. Və bu öz sevgi dəyər deyil. Dedikləri, aşıladıkları, indi hər tərəfdə sosial mediada, bütün platformada başını dik tut, özünü sev, özünü əzdirmə. Öz ayaqlarının üstündə dur, asılı olma. Niyə ər çörəyi yemək istəmirsiniz? Niyə xanım olmaq istəmirsiniz? Ər çörəyi yemək nə gözəl bir şeydir. Xanımsan, otur evdə, gətirsinlər, qazansınlar, sən də ye də. Bu nəyi pisdir? Tək evdə oturmaqdan da söhbət getmir. Mən düşünürəm ki, yəni onu elə anlamasınlar da. Deyirsən ki, otur evdə sən kimsə tələblərini qarşılasın. Mən düşünürəm ki, hər bir insan, həm xanım, həm bəy bu dünyaya özümüzü reallaşdırmaq üçün gəlirik və o öz potensialımızı hardasa göstərməliyik. Fəaliyyətimiz olmalıdır, məşğuliyyətimiz olmalıdır. Ancaq bunu ambisiya ilə, bunu hədəflərlə, böyük hədəflərlə onu qazanım, kişilərlə mübarizəyə girərək, savaşaraq, uğur pillələrində addımlayım. Yəni özünü reallaşdır, ancaq sən öncə nəyi xatırla? Xanımlığını qoru. Öncə onu xatırla ki, sən qadınsan, sən anasan. Sən bu dünya tək missiyan, yəni Allahın qadınlara verdiyi əsas missiya nədir? Ana olmaq, qadın olmaq. O qalanları hamısı
o növbəti mərhələlərdir. Amma sənin öncəliyin sənin ana və qadın olmaqdır. Və bir qadın özünü sevmirsə, özünü dəyər vermirsə, özü ilə barışıq deyilsə, nə qədər də desə ki, mən uşağımı sevirəm, nə qədər də desə ki, mən yoldaşımı sevirəm, nə qədər də desə ki, mən səni sevirəm, mən ona inanmıram. Çünki bir qadın özünü sevdiyi qədər qarşıdakıları sevir, ailəsini sevir. Çünki əgər qadın evdə xoşbəxtdirsə, bütün ailə xoşbəxtdir. Bütün ailə o qadının başında fırlanır. Əgər qadın xoşbəxt deyilsə, özünü günahlandırır, suçlayır, qurban bilincindədirsə, o ailə nə qədər xoşbəxt ola bilər? Qadın düşünür ki, o xoşbəxtliyi ona əri verəcək, qaynanası verəcək, qonşusu verəcək, işi verəcək. Qadın öz-özlüyündə xoşbəxt olmayanda dünyanın bütün nazı-nemətlərini versən, o tatmin olmur. Onun könlü mutmain olmur, türklər demiş. Ruhu dincələ bilmir. Bir də gəlin hadisələr bu tərəfdən baxaq. Tərlan, sən gəlin olaraq bu yeni ailə quranlara ya da ki, qurmuş olanlara nə deyə bilərsən? Əslində düşünürəm ki, mövzumuz çox şeyləri əhatə elədi, amma ümumiləşdirsək onu deyə bilərəm ki, savaşa girməyin. Ümumiyyətlə bu adamı yoran, tükədən bir şeydir. Yəni sizin də dediyiniz kimi su kimi olun, axışda olun. Yəni qadına da bu yaraşır. Qadın harmoniyada olmalıdır, qadın yavaş olmalıdır, qadın axışda olmalıdır və özünüzü yetişdirin, özünüzlə məşğul olun, ətrafı buraxın. Yəni siz nə qədər özlərinizdə çalışsanız mənzərə dəyişəcək. Bu da özünlə barışmaqdan gedir. Özü kimi olmaqdan. Biz nə edirik? Maskalar taxırıq bəzən. Gəlin maskası, qaynana maskası, ana maskası. Görürsən, o maskaları çıxarsaq, biz kim olacaq? İnsan özü kimi olmaqda çox dəyərlidir. Biz niyə bu qədər içimizdə niyə bu qədər xoş olmayan hallar baş verir? Çünki özümüz olmaqdan qaçırır. Mən bütün qaynanalara bunu demək istəyirəm ki, özünüz olun. Ola bilər ki, sizə gəlinlərə verildiyi qədər şanslı olmamışıq keçmişdə biz. Bizim vaxtımızda telefon olmayıb, bu qədər bu qədər fəaliyyətlər olmayıb. Ancaq indi biz amma indi biz həqiqətən də şanslıyıq bir tərəfdən də. Çünki bizə bir şans verilib ki, biz özümüzü realizə edək. Biz özümüz üçün bir şeylər eləyək. Çox şükür uşaqlarımız böyüyüb, özlərini dolandıra bilirlər, özlərindən harmoniyada yaşayırlar. Bizə də məncə düşür ki, biz də özümüzlə barışaq. Biz də özümüz üçün bir şeylər eləyək. Gəzməyə gedək. Sevdiyimiz, uşaqlıqda eləyə bilmədiyimiz, gəncliyimizdə eləyə bilmədiyimiz şeylər eləyək. Doğrudan da gözəl olar. Bir də bir mövzuya toxunmadım. Düşünürəm ki, bu da çox əhəmiyyətlidir. Qaynana gəlinə məsuliyyətlər, öhdəliklər yükləyir. Gəlin tərəfdən də qaynananın elə bir öhdəlikləri olur da, hansı ki, mənim övladıma baxmalıdır, mənə dəstək olmalıdır, kömək. Qaynana da eyni şəkildə ki, o mənim qulluq eləməlidir, mənim necə ki, mən oğul böyütmüşəm, vermişəm, indi də o mənim qulluğumda dursun. Əsas problemləri yaradan səbəblərdən də biri budur. Yəni sən anlasan ki, o qaynana da bu oğlu böyüdüb, indi rahata çıxıb, onun da öz həyatı olmalıdır. Çünki kimsə öz həyatından ödün verəndə istər-istəməz qarşı tərəfə qarşı artıq qəzəb yaranır. Eyni şəkildə də qaynana düşünməlidir ki, tamam qulluq eləyə bilər. O demək deyil ki, gəlin, hə, yox, mənim öz həyatım var, mən niyə ona çay gətirməliyəm falan. Onu da eləməlidir. Ancaq o rolu yükləmək ki, onun borcudur, mənə qulluq eləsin. Bunu yanlış hesab edirəm. Bir də bu çox bir mövzu oldu bu. Bir də ki, niyə biz vaxtından əvvəl qocalmaq istəyirik? Biz əgər sağlamıqsa, ayağımız yer tutur, yeriyə biliriksə, niyə biz özümüzə qulluq eləməyik? Niyə biz özümüzü vaxtından əvvəl qocaldıb ölməyə hazırlaşırıq? Hələ bizim hər şey qabaqdadır məncə. Həyat qabaqdadır. Biz gözəl günlər gözləyirik. Tərlan, mən çox şad oldum doğrudan dəvətimi qəbul edib gəldiyim üçün, vaxt ayırdığım üçün. İndi vaxt çox dəyərlidir. Vaxt ayırıb gəldiyim üçün təşəkkür edirəm. Çox sağ ol. Ümidvaram ki, faydalı oldu.